Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 7-ci sinif coğrafiya iş dəftərindən bölmə 1.2 cinslə coğrafiya mövqeyin təyini mövzusunun çalışmaların izahına baxacağıq. Birinci çalışmada bizə mətn verilib və deyir ki, mətndəki boş hissələri bu sözlərlə tamamlayın. Baxın, birinci burada bizim diqqət edəcəyimiz bir şey budur ki, yük daşıma, təbii ehtiyatlar, şəhər, cism, məkan, ətraf mühit, dünya miqyası bunlar mətnin ayrı-ayrı yerlərində istifadə olunacaq. Yəni bunlar hər biri ayrı-ayrı sözlərdir. Həm də biz mətni oxuduğumuz zaman nə sualını verməliyik özümüzə? Yəni görək uyğundurmu? Gəlin indi biz oxuyaq və tətbiq eləyək. Coğrafi informasiya sistemləri Norveçdə müxtəlif sahələrində uğurla istifadə edilməkdədir. Burada cis səmərəli istifadə. Nəyi səmərəli istifadə eləyərik biz? Təbii ehtiyatlar səmərəli istifadə eləyərik. Burada olacaq təbii ehtiyatlar. Sonra dənizin inkişafı. Dənizdə nəyi inkişaf eləyərik? Yük daşımanın təbii ki. Burada olacaq yük daşıma. Daha sonra və mühafizəsi. Nəyi mühafizə eləyərik biz? Ətraf mühiti mühafizə eləyərik də. Burada olacaq ətraf mühit. Daha sonra olacaq burada sahələrdə tətbiq olunur. Norveç hansı texnologiyalar vasitəsilə, cis texnologiyası vasitəsilə olacaq. Daha sonra istifadə etməklə ölkənin təbii gözəlliyini qorumağa çalışır. Həmçinin səmərəli planlaşdırmaya nail olmuşdur. Nəyi səmərəli planlaşdıra bilərik? Şəhər planlaşdıra bilərik də. Burada olacaq şəhər. Daha sonra texnologiya inkişaf etdikcə ölkənin gələcəyin formalaşmasına daha mühüm rol oynayır və dəniz yük daşımaları daha rahat həyata keçirilir. Harda? Yəni dünya miqyasında daha rahat həyata keçirilir də. Gəlin bir də oxuyaq. Dedi Norveçdə burada olacaq təbii ehtiyatlar, burada olacaq yük daşıma, burada olacaq dedik ki, ətraf mühit, burada olacaq cis, burada olacaq şəhər, burada olacaq dedik ki, baxın yox, burada olacaq ətraf mühit, burada olacaq cis, burada olacaq şəhər, burada olacaq dünya miqyası. Daha sonra ikinci çalışmaya baxaq. Şəkildə Norveçə aid ərazinin cislə hazırlanmış xəritəsi göstərilmişdir. Xəritədəki rənglər ərazilərin seismik cəhətdən orta illik hərəkətini və yer dəyişməsini göstərir. Cis xəritəsində əsasən aşağıdakı sualları cavablandırın. Gəlin cavablandıraq. Birinci bizdə yazıb ki, A hərflə qeyd edilən baxın, A, yəni birinci çalışmada deyilir ki, hərflərlə qeyd edilən ərazilərdən hansılarda nisbətən böyük yer dəyişmə vardır? Baxın, bizdə burada yer dəyişmə şkalası verilib. Yəni 0 qırmızı rənglə, yaşıl orta və tündköy ilə göstərilmişdir. Baxın, ildə 20 min millimetr yer dəyişmə baş verir. Gəlin baxaq görək, ən çox harda yer dəyişmə baş verir. Rənglərə baxaq. Yəni qırmızı rənglərdə yer dəyişmə olmayacaq, yəni 0-dır. Daha yaşıl rənglərdə yer dəyişmə nisbətən sürətli gedəcək. Tünd rənglərdə isə, tündköy rəngdə isə daha sürətli olacaq. Bizdə də rəngdə görürük ki, bizdə qara rəng var, sonra qırmızı rəng var və yaşıl rəng var. Yer dəyişmələrə baxaq. Görəcəyik ki, baxın, A yamyaşıldır. Baxın, A yamyaşıldır. Sonra D yamyaşıldır, F yaşıldır. Amma C və B-yə baxırsınızsa, onların rəngləri yəni yaşıl deyildir, yəni yer dəyişmə baş vermir. Yəni şkaladanda göründüyü kimi, yəni şkalaya əsasən gedin. Onda olacaq bizdə birinci çalışmada olacaq, yəni yer dəyişməsi daha böyük görsənir də, nisbətən böyük dəyişmələr var. Olacaq A-da, yəni A, sonra olacaq D, sonra olacaq F. Sonra B-yə baxaq, yəni ikinci çalışmaya. İllik hərəkətlər hansı səbəblərdən baş verə bilər? Yəni illik hərəkətlər, baxın, burada da şərtin özündə elə cavabı verib. Seismik cəhətdən yəni hərəkətlər baş verir. Yəni bu ərazidə seismik aktivlik müşahidə olunur. Buna biz tektonik hərəkətləri biz misal çəkə bilərik. Həmçinin zəlzələləri biz bura misal çəkə bilərik. Daha sonra C-yə baxaq. Səncə verilən cis xəritəsinin tərtib olunması hansı faydaları vardır? Yəni hansı faydaları vardır? Biz ərazinin relyefini öyrənə bilərik, hansı ərazilərdə sürüşmə baş verə bilər, hansı ərazilərdə zəlzələ baş verə bilər, hansı ərazilərdə yer dəyişmə daha çox müşahidə olunur. Bu kimi məlumatları biz əldə edə bilərik. Yəni cis vasitəsilə biz ətraf mühitin xəritəsini tərtib etmək mümkündür. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.